Xəbər verdiyimiz kimi, Bakı şəhər Səbail rayonunda yerləşən Atatürk mərkəzində ölüm hadisəsi baş verib. Dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədoğlu Qurbanov qəfil vəfat edib. 60 yaşlı şəxsin ürək çatışmazlığından öldüyü bildirilir. Qeyd edək ki, vəfat edən şəxs Aşıq Telli Borçalı adı ilə tanınan sənətçinin qardaşıdır. İmişli rayonu ərazisində 15 kiloqram çəkidən narkotik maddə müsadirə edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, İmişli rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməkdə şübhəli bilinən Elvin Mustafayev, eləcə də onun tanışı saxlanılıblar. Saxlanılan şəxslərdən ümumilikdə 15 kiloqram tiryək və marixuana tipli narkotik maddələr aşkar edilərək götürülüb. İstintaqa verdikləri ifadədə Elvin Mustafayev və digər şəxs sosial media vasitəsilə tanış olduqları və şəxsiyyəti araşdırılan İran vətəndaşlarının təlimatı və narkokuryer kimi fəaliyyət göstərdiklərini etiraf ediblər. Aşkar edilmiş faktla əlaqədar cinayət işi açılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.